Zəngəzura, Zəngilana. Yol yoldaşımız 35 nəfər məzun, 2 nəfər isə Zəngəzur kanalının əməkdaşları. Operator Tahir Sərabi və bəndəniz Avdı Qoşqar. Toradizdən, Cəbrayıldan, neçə xaraba yurtlardan adlayıb yetişirik Zəngilana. Mən gedirəm Zəngilana, ay ana, günləri sana gedirəm axı, gedirəm axı. Mən aşiqəm bir ceyrana, ay ana, günləri sana gedirəm axı, gedirəm axı. Elçilərim yol üstədir, hər nə desən gözü üstədir. Ana yarım gözəl göçər, dodaqları gül püstədir. Ay ana, günləri sana gedirəm axı, gedirəm axı. Ay ana, günləri sana gedirəm axı, gedirəm axı. İlk dayanacağımız ünvan Ağalı kəndi olur. Hamınızı buraya çəkib gətirən yurtdur, yurt həsrətidir və yurt sevgisidir. Başlayaq sizdən. Buyurun. Mən Dirşad Ağalarova. 54-cü ildə Zəngilana gəlmişəm, Mincvan qəsəbəsinə. Onda mən 5 yaşım var idi. Heç məktəbə getmirdim. Bütün uşaqlığım, gəncliyim, orta məktəb, 36 nömrəlidən yol məktəbim. Ağalı kəndini əlbəttə sevinirəm. Mən gəlib gördüm o uçan, dağılan kətləri görə-görə ağlaya-ağlaya gəlmişəm. Mincvanda doğulmuşam, Mincvanda böyümüşəm, amma bugünkü gün torpaqlarımız işğaldan azad olunub və belə bir ağıllı kənd layihəsinin, Uç Ağalı kəndi birləşməsi, belə bir gözəl şərait yaratması əlbəttə bu sevindirici haldır. Aradan 50 il keçib, biz 50 il bundan öncə orta məktəbi, yanımda da sinif yoldaşım İsmət xanım dayanıb, orta məktəbi bitirmişik. Onda bizim 17 yaşımız vardı. İndi 67 yaşımız var. Səttar bəylə bir yerdə oxumuşuq və 75-ci ildə mən Mincvanı tərk eləmişəm. Yəni mənim atamın işinə görə Vəliyev Kərim, yəni Zəngilanlı hamısı çox gözəl tanır mənim atamı. O orqan işçisi olub atam və o vaxtdan biz Bakıda yaşayırıq, ancaq mənim həmişə ürəyim Mincvanda olubdu. Baxmayaraq ki, mən özüm sənətimə görə, peşəmə görə İngiltərədə olmuşam, Amerikada olmuşam, çox yerdə olmuşam. Həmişə demişəm ki, bizim Zəngilan bizim mərkəzimizdir, ancaq Mincvan bizim ürəyimizdir. Mən Mincvanı çox sevirəm və çox şadam ki, birinci təşkilatçılara öz minnətdarımı bildirəm, Adil müəllimə, Gülgəz xanıma. Belə bir böyük işi təşkil eləmək də, yəni böyük bir iradə tələb edir. 50 ildir vətən həsrəti ilə, yəni biz o torpaqlarımıza qayıtmaq niyyətində olmuşuq. Zəngilan torpağına bizə yenidən qaytardığı üçün öncə şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ali Baş komandanımıza can sağlıq, xalqımızı qorusun Allahım, can Azərbaycanımızı qorusun. Şəhid bacısı kimi onu demək istəyirəm. Çolların hesabını bugünkü gün gəldik buraları gördük. Bunun özləri yoxdur. Öncə vətəndir ay anam. Həm də iyidə görə sağ olun da. Bəli, vətəndə igid yaşadır, igidə görə sağ olur. İgid canını fəda eləyir. Ölənlərimizə, şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Doğma torpaqlarla yanaşı bütün məzunların can atdığı məkan bir qədər qabaqda olan Zəngilan və Gülüzlü Mincvan qəsəbəsidir. Ayaqdan çox ürəkləri tələsirdi doğma məktəblə görüşə. Kövrək addımlarını atdıqları yurt yuvanın isti qoxusunu udmağa, düşmən əli ilə kəsilən, doğranan çınarların sərin havasını ciyərlərinə çəkməyə, ümidləri boşa çıxanda, arzuları daşa dəyəndə isə mən görürdüm soğulmuş gözlərinin heyrətini. Gözdən yaş çıxarmı ürək yanmasa? Nərimanov adına məktəbdə 5 il işləmişəm, 75-80-ci illərdə. Müəllim kimi fəaliyyətə başlamışam, sonra direktor müavini olmuşam. Sonra məni irəli çəkib 2 nömrəli orta məktəbə direktor göndərdi. Burada çox yaxşı müxtəlif fənlər üzrə mütəxəssis müəllimlərimiz var idi. Həmin mənə dərsləyən müəllimlərlə çiyin-çiyin işləmişəm. Həm də ki, elə demək olar ki, yeni gələn müəllimlərlə. Yaxşı yadımdadır neçə il əvvəl Çinimdən böyük bir çanta astırım,
uşaqlıq dostlarım çağıranda gəl, ilk dəfə məktəbə qədəm bastım. Bu məktəb mənə çox doğmadı, çox əzizdir. Ömrümün ən gözəl illəri, yəni yaxşı yetkinlik illəri burada keçib. Düzdür, biz qəsəbədə 2 məktəb vardı. Biz 7 il Dəmirov məktəbində oxuduk. Sonra bu təzə məktəb gəlmişik. Sadəcə olaraq bu məktəb biraz kamil vaxtımıza düşdü və bu məktəbdə bağlandıq doğrudan. Məktəbdə böyük ziyalılarımız işləyirdi. Mən indi özüm də universitet müəllimiyəm. Yəni müəllimliyi peşə kimi də dərk edən adamam. Müəllimliyin sirlərini belə də adamam. İndi fikirləşirəm, ilahi bizim müəllimlərimiz nə qədər böyük insanlarmış, nə qədər zəngin insanlarmış. Və bu otaqda bizim məktəb direktoru Şamxan müəllim otağıdır. Məşhur zonanın ən məşhur kimya müəllimlərindən biri idi. İbrahim müəllim, ədəbiyyat müəllimimiz. Ondan sonra Süleyman müəllim vardı, fizika müəllimimiz. Yəni bu məktəbdə gözəl insanlar, gözəl ziyalılar da əsir. Bugün mənim baxış bucağımdan baxanda elə fikirləşəm ki, orada bu dövrün professorlarıymış, ən böyük ziyalılarıymış. Dağıdılan qəbirlər, uçulan evlər, olacaqlar, yer ilə yeksan olan məktəb binaları dağıdılan xaraba könüllərdən soraq verir. O xaraba könül sahibləri bizik, sənsən, mənəm, odur, o birisidir. Bunu eşidirsinizmi? Mincevanda yeganə dağıdılmayan görgah Ali Əsgəroğlunun atasının qəbridir. Övlad ata qəbrinin uçub dağılmamasına sevinir. Ulu yaradan bəlanın ağırlığına bax. Bunu necə rəva görürsən öz bəndənə? Füzulinin 4 yolunda yerləşən Nurcaz istirahət mərkəzində yaşanan xoş məqamlar ürəklə deyə bilərəm ki, hər bir müsafiri 10 il cavanlaşdırdı. Roza müəllimənin çıxış edərkən söylədiyi bir bədii ağırlı deyim ruhumun 7 qatına işlədi. Elə bil 3 yaşlı südəmər körpəni ağlar qoyub geri qaydıram. Yenə dağ başında dənərləndi qar, yenə zirvələrin həsrətində qal. Sel qopdu, dəriyə düşdü qalmaqal, bir ocaq başında bir isim məsək. Sən kimə gərəksən, mən kimə gərək. Əvvəl-axır duymalıyıq ki, bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Biz ən çox bir-birimizə gərəyik.